Hal-hazırda Laçın şəhərindəyim və Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik Hakimiyyəti və Siyasi Partiyalarla Əlaqələr Şöbəsinin təşkilatçılığı ilə Laçın şəhərinin 6-cı səfər təşkil olunub və səfər çərçivəsində siyasi partiya rəhbərləri, politologlar və media qurumlarının rəhbərləri iştirak edirlər və əsas məqsəd işğaldan azad olmuş bölgələrimizə səfər edərək Qarabağa qayıdış, böyük dirçəlişlə bağlı olan dövlət siyasəti ilə yerində tanış olmaq, vətəndaşlarımızın necə münbit şəraitdə öz torpaqlarına geri qayıtdığı ilə bağlı yerində məlumatları əldə etmək, həmçinin siyasi platformada olacaq əməkdaşlıq mühitinin təşviq edilməsi və dialoq imkanlarının dəyərləndirilməsi ilə bağlı bütün mümkün vasitələrdən istifadə etməkdir. Bu səfər çərçivəsində bütün siyasi partiya rəhbərlərinin, politologların, siyasi müddət təmsil olan hər kəsin, media qurumlarının həmrəylik nümayiş etdirərək Qarabağın işğaldan azad olunması və ondan sonra görülən işlərlə bağlı kifayət qədər önəmli fikirləri paylaşması və bunun Azərbaycanın gücünün, qüdrətinin bariz nümunəsi olduğunu bir daha təsbit etməsi onu göstərir ki, Azərbaycanda kifayət qədər möhkəm siyasi əlaqələr, siyasi münasibətlər mühiti formalaşdırılıb və bu mühitin əsası da məsələ cənab prezidentin həyata keçirdiyi siyasi kursla qoyulub ki, qarşıya qoyulan əsas hədəf bütün Azərbaycanın fikir ayrılıqlarından ya da hər hansısa bir formada fərqli mövqeyindən asılı olmayaraq vahid mövqedən çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş torpaqları ilə bağlı, milli məsələlərimizlə bağlı ortaq mövqedən çıxış etməsi, hər zaman dialoq imkanlarının dəyərləndirilməsi və əməkdaşlıq imkanlarının yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı dövlətin təqdim etdiyi bütün vasitələrdən istifadə etməsi ilə bağlıdır. Laçın kifayət qədər sürətli şəkildə inkişaf edir. İşğaldan azad olduğu gündən bu günə qədər Laçında şanlı Azərbaycan bayrağı dalğalanan gündən bu günə qədər çox işlər görülüb və artıq Laçınlılar öz doğma ata-baba yurdlarına geri qayıdıblar və biz bunu bugün burada aydın şəkildə müşahidə edə bildik və bu kifayət qədər qürurlu bir səhifədir və düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı bu qüruru yaşayır və işğaldan azad olunmuş torpaqlara səfər çərçivəsində də bu gün biz bu qüruru sizinlə paylaşırıq.